Mən bəlkə dediklərim qəribə gələcək. Burada bir çox paradokslar yenə alınır. Bilirsiniz ki, məni paradokslar cəlb edir. Birincisi, bu məsələni elmi ictimaiyyətdən kimsə desəydi, bizə qəribə gəlməzdi. Elm Təhsil Nazirliyinin rəsmisi. Yəni, 7 il bundan qabaq İsa Həbibbəylinin bu açıqlaması xəbər başlığı oldu ki, artıq bütün müzakirələr olundu, təkliflər olundu Ali Təhsil Qanununa. Artıq qanunun qəbulu Təhsil Nazirliyinə asıldı. Elm və Yəni, bu bir. Yəni, sizə kim mane olur bunu belə deyək, təşəbbüs qaldırıb eləməyəsiniz. İkincisi, məşhur Kennedin deyimi var ki, mənim piramida tikən minlərlə mütəxəssisim var. Amma bir nəfər yoxdur ki, desin, bunu tikmək lazımdır ya yox. Məyər bizim indi qlobal elm savaş əsri olan əsrimizdə ən böyük dərdimiz ikinci elmi dərəcədirmi? Yəni, bu çox gülməli məsələdir. Azərbaycanda 5069 dərəcəli adam var. Onun cəmi 1342. Deyək 1500 elmlər doktoru var. Bu, bizim ölkəmizin elminin ən böyük dərdi mi oldu? Yəni, bu gülməli bir şey. Bu, kobud müqayisə ilə bu deməkdir ki, tələbə deyir ki, abituriyent, mən gəlmək istəmirəm, magistratura ləğv olunsun. Mən bakalavr. Biz bu çox gülmə. Siz elə bir ki, elə hamı, hələ bir ən böyük problem, bəyən fəlsəfə doktoruna gələn var. Həyəcan təbili çalıb İsa Həbbəyli, akademik. Qırmızı kitab gəlmir. Gənclər heç fəlsəfə doktorluğuna gəlmir. Yəni, bu çox gülməli bir məsələ. Əgər siz bütün bunları bu qədər gülməli adlandırırsınızsa, o zaman necə hesab edirsiniz? Alimlər niyə etiraz edirdi? Birisi alimlər, mən burada iki məsələ deyəcəm. Bu, bəlkə də qeyri-ciddi görünə biləcək. Birincisi, bunu ciddiyə alan bir çox PhD olan adamlar var ki, onlar haqlıdırlar. Nicat müəllimə də haqq verirəm. 2005-ci ildə Bologna prosesinə qoşulmuşuq və 7 il əvvəl elm təhsil. Bilirsiniz, biz ümummilli problem həll eləmişik, Qarabağ problemi. 20 ilə bir ali təhsil qanunu olub, elm və təhsil. 20 ilə də gözləyəcək ki, bəzi insanlar bunu qəribə götürməyək. Bu ədalət, bu başda elm təhsil nazirliyi durur. Yəni, bu siyasətin operativliyinə kim cavabdır? Biz daha 20 il müzakirə edək. Buyurun, qəbul edin. Mən istəyirəm bircə kəlmənə bu dəqiqə yanan problemlər nədir onu deyim. Dünya düzəni yeni elm düzəni formalaşır. 2022-ci ildə Ukraynadan qaçan ekspertləri ovlamaq üzrə dünya rəqabətə keçdi. Ermənistan Cənubi Qafqazda ən çox olayı ələ keçirdi. Bugün Trumpın elmə, fundamental tədqiqatlara pulu kəsdiyi üçün o gün Makron bütün dünya alimlərinə müraciət elədik. Fransanı seçin, sizdən rica edirəm. Bizim dərdimiz ikinci elmi dərəcədirmi? Mən bilmək istəyirəm. Yəni, bunu mən elm rəsmisi olduğu üçün bu sualı onlara ünvanlayıram.